Daha 92 ailə doğma ata-baba yurduna Ağdam şəhərinə qayıdıb. Onlar indiyədək ölkənin müxtəlif yerlərində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşanlardır. Böyük qayıdış proqramı çərçivəsində yenidən qurulan Ağdamda ailələr hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Xatırladaq ki, işğaldan azad olunan ərazilərin 41 yaşayış məntəqəsində geniş təmir, tikinti və bərpa işləri aparılıb. Həmin ərazilərdə artıq 80 minədək insan yaşayır, fəaliyyət göstərir. Proses mərhələli və sürətli şəkildə davam edir. Çıxanda bəli, azıdıq, 4 idik Ağdamdan çıxanda. Obşu ailə sahibi, bu günlərin fikirləşəndə 20 nəfərlə qaydırıq. Yəni bacı qardaşla bir yerdə qaydacağıq Allahın köməkliyindən. Çox şükür bu günə. Həqiqətən çox şükür. Əladır, hər gözəl. Bundan gözəl nə istəsin? Buradan qaydanda uşaqlarım körpə idi hamısı. İndi nəvələrlə qaydıram. Təşəkkür edirəm hər birisinə. Şəhidlərimizin qarşısında baş əyirəm. Xarabalığı görmüşdüm. Bu indi çox gözəl bir şərait yaradılıbdır. Baxırsan ki, belə gözlədiyimizdən də yaxşı. Qaz var, işıq var, internet var, su var. Hamısı qaydasındadır.